Baxın görün bizim bu Türkiyədə alimlər var hansı ki bütün açıb qoyurlar hər şeyi. Sandığı açır, tökdü pambığa belə bir şey. Bu alim deyir ki, o deməli Qırmızı dənizdən o Zəmzəm quyusu var da, Zəmzəm quyusu var. Ərəblər deməli Qırmızı dənizdən suyu çəkirlər. O deməli hacılara satırlar, neynirlər. Ay kişi nə oldu? Gör nələrlə məşğullar. Dənizdən suyu götürürlər, deyirlər bu Zəmzəm quyusundan çıxır bu su. Qırmızı dənizdən də, yəni suyu ərəblər götürürlər. Nə bilim, Qırmızı dənizdən, hər bir dənizdən o ərəblərin hansı dənizlərə deməli ərəb ölkələri hansı dənizlər ətrafındadır. O dənizlərdən su çəkirlər, belə Zəmzəm quyusu. Bilirsiniz, yəni bu dini həmişə istifadə edirlər və belənki insanlar yenə də deyirəm, bax bunlar, bax dini görün nəylə, bax belənki insanlar da dindən danışırlar, hələ görün və mən yenə istəyirəm deyəm, bu birinci bu mən istərdim bu elə bu Yahudilər dindən əl çəksin. Yəni din qalsın muzeydə də. Ona görə din varsa görün nələr olacaq. Nələr baş verir. Dini görün nəyə istifadə edir. Necə insanları aldadırlar. Gedirlər ora, haca gedirlər, haqqa gedirlər. Haca burada da ola bilərsən. Hər bir insan gedir bir 10 min xərcləyir, o hacı olur, nə olur. Hacı burada da ola bilərsən. Gəl əskərlərimiz var bizim. Qazilər var. Aparın o pulları 10 min, 5 min xərcləyirsiniz orada. Verin orada qazilərə, hacı olursun da. Hacı budur da, haqq yolunda sən bu haqq yolunda vuruşan insanlara kömək elə də. Vətən yolunda sən gedibsən ərəb oradan suyu sənə dənizin suyunu satır. Ay kişi, ona pul xərcləyir minliklərlə, gəlir burada o da suyu gətirir, burada camaata paylayır. Necə ruslar o pravoslav kilsədə süpürgəni batırır, deməli vedrənin, krantın suyudur, krantın suyu götürür vedrənin ki, deməli o süpürgəni soxur o suya, nə desə yaxşıdır, deyir ki, müqəddəs sudur. İsa'nın orada saçı var, nə bilim, hansısa Yeruşalimdən, hansısa o dağdan, Yeruşalimdə ya ərəb ölkələrdən də, hardansa o Zəmzəm quyudan o suyu gətiriblər, deyir o deməli müqəddəs sudur. Götürüb prezidenti Medvedevlə Putinin sifətinə süpürgə suyu atır. O suyu atır, biri demir ki, bizi nə qədər sarıyıblar. Krantın suyuna gedir orada deməli xaçı atır suya, girir xaçı öpür, şey olur, svitaya vadana. Görün nələr ay kişi. Uşağı atırlar o xaçın suyuna, deyir bu xristiyan oldu. Ermənini 3 dənə o ərəb sözü var ya, o 3 dənə mən bilmək istəmirəm, bilmirəm də, bilmək də istəmirəm. 3 dənə o sözü desən müqəddəs, olursan müsəlman. Görmür ki, erməni o sözü deyir, əl çalırlar, deyir müsəlman oldu. Bu dində deməli görün nə problemlər var. Gedirlər Yeruşalimdə o deməli görmüsünüz də. Ayağını yuyur o keçişin ayağını yuyur, götürür ayağını. Bunlar ümumiyyətlə o 1500 ili, 2000 il keçib də. Yəni ağla gəlmədilər. Biri demiş ki, bunu mən öpəndə ağlım atır, ya ömrüm uzanır. Kim o ayağı öpüb, kim o xaçın suyunda çimib, kim o Zəmzəm suyu içib 500 il yaşayır, 1000 il yaşayır, ya nəsə bir dəyişiklik olur. Yahudilər ağıllı millət sayılırlar da, deyək ki.
Onlar örnek olmalıdırlar, göstərməlidirlər, əl çəksinlər. Yeruşalimdir, Məkkədir, ümumiyyətlə kilsələr, Vatikandır. Bunlar bağlansa yaxşı olar. Muzey, yəni muzey kimi istifadə eləsinlər insanlar. Evində get, Tanrını sevən adam evində də sevir də. Yoxsa gedib o Vatikanda o popun əlini öpməklə o Vatikanın o kilsədəki nümayəndələri o kilsənin işlərini gedirlər 10 yaşında uşaqları zorlayırlar. Onların da valideynləri sonra gedib bunların əlini öpür. Qardaş, bu dinləri görün nəyə istifadə edirlər. Dinin altında nələr, nə işlər görürlər. Ona görə o əlbəttə muzeyə getsə daha yaxşı olar. Muzey kimi istifadə eləsinlər. Cəmaət bilsin, burada nə var? Hə, burada bu Tanrının kim məsəl üçün qadağa qoya bilər ki, Tanrını sevmir. Tanrını hamı sevir, sevginə. Burada nə var? Sənin bu məsciddə, məsəl üçün kilsədə, sinagogda nə işin var? Sinagog nə verir, kilsə nə verir, məscid nə verir? Bizdə evin var da. Orada istifadə edirlər, insanları, cavan uşaqları pozurlar. Yəni dinlə düşmançılıq yaranır. Dini düşmançılığa deməli istifadə edirlər. Yəni bu nə qədər demək olar? Bax ona görə də baxın görün də görün. Zəmzəm quyusu çoxdan quruyub deyir, Türk alimi deyir. Ay kişi, dənizdən suyu götürüb. Mən yenə də deyirəm, əgər istəyirsiniz əslində haqq yolunda o hacı deyirsinizsə, hacı nə demək ki, haqq yoluna girsən. Haqq yolu burada da var da. Əskərlərə kömək elədilər. Şəhidlərin hər ay, hər il gedin şəhidlərə kömək eləyən hacılar. Bu şəhidlərə, uşaqlarına, budur sizin. Tanrı məsəl üçün nə deyibdi insanlara? Yəni, get bacarın, imkanın varsa kömək elə, imkanın varsa işə düzəl. Şərt o da deyil 10 qəpiyə atsan, 500 manat verdin, kömək elədin ildə bir dəfə. İşə düzəldin, dilənməsinlər. İşlə təmin eləyin, qoy əyilməsin. Yəni bu adam heç vaxt özünü yəni təhqir bilməsin. Bilirsiniz, bu o insanı aparıb bu yardım eləyəndə o da bir kömək lazımdır. Amma onu bir dəfə, iki dəfə və insanı hər dəfə ona o bilirsiniz, o bir təhqirdir. Yardımı onu işlə, aylıq verginə bu özünü adam kimi hiss eləsin. Niyə gələk gözləyək kimsə gəlib buna yardım versin, 1000 manatı xərcləginə Allahın yolunda. Allahın yolunda buna işlə hər ay buna maaş vermək, işi ilə bu adam niyə gələk axı kimsə gəlib buna bir atmalıdır bir sümük parçası. Bilmirəm, sözüm yoxdur. Sözüm yoxdur. Bax bu denən ki, bu istifadə edirlər bax bunu. Ona görə deyirəm ki, bax bu hacı olmaq istəyirsən, əgər özü müsəlman bilirsənsə, burada kömək eləyin. Bu işlərə ora getməyin. Sənin Məkkədə nə işin var? Gedib orada daş atırsınız. O daşın pulunu götürürlər, diskotekalara xərcləyirlər. Gedirlər Epstein yoluyla. Orada bütün bax bu hamısı Epstein yoluyla gedən adamlardılar. Bildiniz ya yox? Ya necə deyək? Hər bir ərəb bax görün. Bunlar hamısı Epstein adamlarıdırlar. Bu da Epstein deyirsiniz, bax bunlar da həmin o işlə məşğuldurlar. Sadəcə məşhur adamlarla yox. Yazıq orada kasıb-küsub uşaqları məhv edirlər. Kasıb-küsub uşaqları zorlayırlar. 10 yaşında, 12 yaşında. Bunlar da həmin bir odur, bu ərəbləriyiz də, bax həmin o Epsteinin yolu ilə gedənlərdir. Yəni onu bilin.